Cruise.azın dəyərli dostları, müştəriləri, Costa Toscana gəmisində daxili otaq 15075 nömrəli. İçəri girər-girməz həmən sağda kim qulluq eləyəcək və işıq sağ tərəfdə xilas edici jiletlər, asılqanlar, deməli telefon. Burada bu bir daxili otaqdır və 3 nəfərin qala biləcəyi bir otaqdır. Hətta 4 nəfərin üzr istəyirəm. Deməli, necə qalınır? 2 nəfər gördüyünüz kimi böyük çarpayıda qala bilir. Sıxlıq olur, bəli. Amma yenə də 4 nəfər, xüsusilə uşaqla gələn ailələr üçün olar. Deməli, burada diqqət edirsinizsə, bu indi açılmır. Amma ehtiyac halında açılır işçilər tərəfdən və bu da ikincisi. Yəni, bu yataqlar aşağı yenərək, məsələn, bu forma, açın birini. Görürsünüz, bu qatarlardakı kimi 2 mərtəbəli və eləcə də aşağıdakı baxım açılırmı? Bəli, bu da açılır. Sadə bir şəkildə, bu şəkildə gördüyünüz kimi 4 nəfər qala bilir. Deməli, 1, 2, 3 və 4. Böyük bir otaq deyil, razıyam, amma 4 nəfərin xüsusilə kruizlərdə qalıb və bütün günü gəminin içində əyləncələrlə vaxt keçirmə imkanı var. Bu da sanuzel və duş. Bu şəkildə 4 nəfərlik daxili otaq. Havalandırma ilə əlaqədar bəzilərinizdə sual olur. Hansı bir sıxıntı yoxdur. Buradan tənzimlənir. Havalandırma. Bax belə. 4 nəfərliyin çox rahat qala biləcəkləri ikinci mərtəbəyə çıxıla bilməyi üçün burada bir məqamı göstərim. Burada qalacaq olan belə bir məhəcər deməyək, yuxarıda qalanın bir təhlükəsizliyinə qarşı belə və də ikinci mərtəbəyə çıxmaq üçün həmən girişdə solda bu pilləkən var. Pilləkəni bura qoyaraq ikinci mərtəbəyə çıxa bilir. Xüsusilə uşaqlar, yəqin ki, bəzi uşaqlar sevirlər. Bax belə. 4 nəfərlik və eləcə də 2 nəfərlik daxili otaq. Kruizləri seçərkən və işbirliyi qurarkən xüsusilə təcrübə və əlbəttə ki, turist dostu olan Cruise.azı seçmək daha doğrudur. Bax belə.